Salam millət, xoş gördük yekəsi. Videonun başlığından da gördüyünüz kimi bu sahə kriptovalyuta sahəsi qədər mükəmməl və çox məşhur olan bir sahədir. Hansı ki 3D printer texnologiyasından bəhs edirəm. Bu işlə məşğul olan Azərbaycanda bir neçə adamdan biri də mənim dostum, qardaşım Vaqifdir və onun hal-hazırda Instagram səhifəsindəyik. Əlaqə məlumatları da burada qeyd olunur. Mən sizə yenə də təkrar xatırladacağam. Ancaq gəlin onun mənə hədiyyə elədiyi o səliqəli və sadə fosforlu burloku göstərim və əlavə də onun əl işlərini göstərim. Hansı ki biz bu əl işləri vasitəsilə maşınımızda tapılmayan detalları, istədiyimiz cür güldamlar, şamdamlar, burloklar, bir çox ağlınıza gələcək bir çox vasitələri hazırlatmaq mümkündür. Hansı ki ucuz və keyfiyyətli formada. İndi isə gəlin mənim üçün sadə və gözəl bu burloku sizə təqdim edim. Cebimize ait bir burlok olsa ne güzel olardı. Değildim ki düzelttim ve artık hazırdı. Dostlar isteyenler olsa əlaqə saxlaya bilərlər. Tabii ki de bu formada sifarişlə də hazırlanır. İsterseniz üzerine nəsə yazmaq mümkündür. Buradan da bir dənəsi hazırlanır hal-hazırda. Toptan və pərakəndə satışı mümkündür. Bundan da əlavə dostlar bunlar da fosfordur. Gecə vaxtı üstüne ışıq düşəndə parıldayır. İstənilən maşın logosu falan da var. Hətta fırladım buradan da baxın. Burada maraqlı şeyler de var. Mesela üçün budur. Bunun özü mesela üçün telefon koymaq üçün də açırsınız, telefonu koyursunuz. Lazım olduğunda bağlayırsınız bu formada. Bu da həmçinin gerbimizdir. Fərqli şeyler var burada. İstəyənlər olsa əlaqə saxlaya bilərlər. Bəli, gördüyünüz kimi burada mən sizə konkret burlokları göstərdim və mənə hazırladığım hansı ki burada Cristiano Ronaldo'nun da büstü var. Gördüyünüz kimi baxın futbol həvəskarlarının məncə gözəl seçimi ola bilər. Bu heç təlif haqqı gəlməsin. Sonra baxın belə var. Təlif haqqı gələcək bizə. Keçək. Deməli burada hansı ki baxın maşın həvəskarları üçün GTR mühərriki var. Görün necə də səliqəli, sanki real bir mühərrikdir. Amma 3D printer texnologiyası ilə hazırlanıb. Bunun kimi bir çox burada məhsullar tapa bilərsiniz. Hansı ki baxın samuray maskası görürsünüz. Sonra mən video olmayan da göstərirəm ki, çünki burada bəli baxın fosfor necə, yəni gecə vaxtı necə göstərir onu göstərir. Görürsünüz, baxın gecə vaxtı çox mükəmməl görünür. Məncə bu xidmətdən yararlanmağa dəyər. Kimisə ehtiyacı olarsa, deməli burada WhatsApp nömrəsi 055 412 39 33, Instagram 3D Zona, həmçində TikTok profili var. Bu 3 məlumatın üçünü də açıqlama bölməsinə yerləşdirəcəm. Yenə də videonu dayandıraraq da nömrəni götürüb WhatsApp-la əlaqə saxlaya bilərsiniz və yaxud da Instagramdan və yaxud da TikTokdan da yaza bilərsiniz. Ümid edirəm video xoşunuza gəldi. Sizin üçün yararlı bir məlumat olmuş oldu. Minnətdaram. Kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində fikrinizi bildirməyi unutmayın. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.